Dim sualıdır. Bizdən belə bir fiqur verib. Buranı 90 dərəcə və CD AB-nin 2 mislidir. AB-yi x qoyuram. Onda CD 2x olacaq. AD-ni ümumi 15 verib. BC-ni də ümumi 9 verib. Bizdən CD-ni, yəni 2x istəyir. Biz baxın, bu CD-ni uzaldıram və AB-ni də burada bir perpendikulyar çəkirəm. Yəni BC-yə paralel. Bura BC, bura bir K qoyum. AK bərabər olur BC-yə. Yəni burada 9 olur. Görürsünüz, burada düzbucaqlı üçbucaq alındı. Baxın, düzbucaqlı üçbucaq alındı. Bir kateti 9. Deməli, x-dırsa, onda burada x-dir. Bir kateti də 3x. İndi Pifagor teoremini əsasən tapa bilərik, amma ən rahat yolu. Bax, 9-u 3 vur, 3 kimi yazırıq. 15 nə ilə? 3 ilə 5-in hasilidir. Deməli, KD 4 ilə 3-ün hasil olacaq. Yəni 12 olacaq. 12. Bu 3, 4, 3, 4, 5 üçbucağının misilləridir. İndi 12 bərabərdir 3x. KD 3x, 3x. X də bərabərdir 4-ə. Bizdən CD-ni istəyir. CD-miz 2x olduğuna görə 2-ni 4-ə vururam 8. Cavab 8 Y variantı.